Bugün sizə biznesin hüquqi auditi haqqında danışmaq istəyirəm. Biznes qurduqda və ya idarə etdikdə çox vaxt sənədlərə, müqavilələrə, icazələrə yetərincə diqqət yetirmirik. Halbuki hüquqi audit biznesin sağlam olub-olmadığını yoxlamaq üçün vacib bir vasitədir. Bu nə deməkdir? Hüquqi audit zamanı şirkətin bütün hüquqi sənədləri, müqavilələri, icazələri, hətta işçilərlə bağlanmış əmək müqavilələri belə detallı şəkildə araşdırılır, rəy hazırlanır, mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması məqsədi ilə professional dəstək verilir. Məqsəd nədir? Məqsəd odur ki, sonradan çıxacaq riskləri vaxtında görək və onları aradan qaldıraq. Yəni, hüquqi audit biznesinizi qorumaq, onu daha güclü və dayanıqlı etmək üçün atılan bir addımdır. Əgər biznesinizdə problemlərin qarşısını almaq istəyirsinizsə, hüquqi audit mütləqdir. Özünüzə və işinizə dəyər verin.